الله تعالى في محكم كتابه الكريم بسم الله الرحمن الرحيم فبما رحمة من الله لنت لهم ولو كنت فظا غليظ القلب صدق الله العلي العظيم بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي يا عباد الله أوصيكم ونفسي بتقوى الله. Değerli müminler, evvela özümü ve sizleri ilahi təqvaya davet edirəm. Allahın əmrlərinə itaat edək. Özümüz üçün Allah'tan bağışlanmaq diləyək ki, bağışlanaq və Allahın razılığını əldə edə bilək. Allah mübarək cümə gününü hər birimizə bərəkətli qərar versin. Allah ibadət itaatlərimizi qəbul eləsin. Allah zamana imamının gəlişi ilə möminləri, məzlumları sevindirsin inşallah. Mən Qur'an-ı Kerimdən bir ayə oxudum xutbədə. Hazreti Peyğəmbərin həlim olması haqqında, yəni xasiyyət baxımından mülayim olması haqqında. Doğrudan bir insanın həlim olması, mülayim olması bir nemətdir insan üçün. Görürsünüz ki, sərt olmur. Belə öz ibarəmizlə istifadə etdiyimiz insanlara ibarəsi ilə desək, kobud biri olmuyor. Və bir insan da kobud olmadıqda, sakit, mülayim, təmkinli olduqda daha gözəl olur. Əlbəttə, insanlar da elə insandan istifadə etməməlidir. Bəzən təmkinli və kobud olmayan insan, mülayim, həlim olan insanlardan ən çox sui-istifadə olunan insanlar olurlar ki, onlardan daha çox insanlar yüzsüz sui-istifadə edirlər. O cümlədən hətta tarixə nəzər salsaq, Peyğəmbər Əkrəmin də həlimliyindən, belə deyək, sərt olmamağından bir çox hallarda Məkkə müşrikləri və ya Peyğəmbərin hətta ətrafında olan müsəlman cildinə girən münafiqlər də ondan istifadə etməyə çalışırlar. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَحُمْ Allah'ın mərhəməti səbəbiyle. Görürsünüz, ayəni indi oxusaq görərik ki, elə məzmun belə başa düşürür ki, sərt olmamaq, kobud olmamaq, mülayim olmaq rəhmətdəndir. Elə Allahın rəhmətindəndir ki, insan kobud olmur. Adam var, gözsüz, sanki bir torba zəhər özü ilə gəzdirir, harda olur, harda hərəkət edir, kim onunla danışır, elə bil o torbanın ağzını açıb biraz zəhərdən səpəlir. Xoş söz deyir, amma çox acı tərzdə görürsünüz, hərəkət edir, hamını acılayır. Bu xislətdir, xüsusiyyətdir. Əlbəttə, yaxşı bir xüsusiyyət, bir xislət deyil. Xüsusən möminlər üçün. Ki, möminlər, mən demirəm, insan gərək ciddi ola, qətiyyəti ola, bu öz yerində. Biz bəzən o ciddi olmağı və ya sərt olmağın kobudluqla səhv salırıq. Amma bunlar fərqli şeylərdir. Odur, ayədə buyurur, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ Allah'ın mərhəməti səbəbiyle sən onlara qarşı mülayim oldun. Onlarla mülayim davrandın. Peyğəmbər, indi hansı işlərdə Peyğəmbər mülayim davrandı və bu ayənin nazil olma səbəbi nədir? Bilirsiniz, həmən tarixi qissəni danışsam yadınıza gələr. Çünki danışmışam məsciddə, amma qısa toxunaram. Peyğəmbərə Allah Teala deyir, sən onlarla mülayim davrandın.
وَلَوْ كُنْتَ فَزَّنْ غَلِيزَ الْقَلْبِ Əgər onlarla qaba və ya daşürəkli hərəkət etsəydin, davransaydın, لَنْفَدُّ مِنْ حَوْلِكَ Onlar sənin ətrafından dağılışardılar. Görürsünüz, ən çox bəzən məscidlərdə olur, mən üzr istəyirəm yaşlılardan, bizim məsciddə inanmıram elə yaşlı insan ola, amma bir çox məscidlərdə görmüşəm. Yaşlı insanlar, görürsünüz, bir cür mühit görüblər, onlar cavanı özündən qabaq, məsələn, əsasən cemaat namazının sıralarında və ya hər hansı bir işdə onu və ya onların geyim tərzi, indi cavandır da, biri qısa qol geyinir, biri məsələn bir cür paltar geyinib. Əlbəttə, indi bu şeylər yaxşı şeylərdir, insan diqqət eləməlidir məscidə gələndə geyimə də. Çünki Allahla görüşə, danışığa gedirsən, bir geyim tərzin fərqlənməlidir belə gündəlik geyinimindən. Amma görürsünüz, amma bu vacib deyil, buna görə Allah bizə cəza verməyəcək. Amma görürdük ki, yaşlı insan o qədər sərt davranırdı cavandan, həmən cavan məscidə gəlməyə peşiman olur. Gedirəm deyir, acılayırlar adamı orada, sərt davranırlar adamla. Görürsünüz, həmən insanın, belə deyək, bir növ onu məsciddən uzaq etməklə, namazların bəlkə də vaxtında qılmaqla və ya bəzən namazı tərk edən insan görmüşəm, belə acı və sərt onunla davrandıqları üçün. Görürsünüz, dağılır. Məsciddə sərt olduğunu, məsciddən dağılacaq. Nə bilim, bir yerdə oturduğu olan insanlarla sərt davransan, həmən yerdə o insanlar sənin ətrafından dağılışacaq. O da Allah Teala Peyğəmbərə dedi, əgər onlarla qaba, kobud, sərt davransaydın, lənfəddu min havlik sənin ətrafından onlar dağılışacaqdılar. Sonra nə deyir? Fa'fu anhum və istəğfir ləhum sən onları əfv et. Və onlar üçün bağışlanmaq istə məndən. Bu ayə Uhud döyüşündə müsəlmanlar, söhbət kafirlərdən getmir ha, müsəlmanlar Peyğəmbər Əkrəmlə bir yerdə Məkkə müşriklərinə qarşı vuruşduqda, Peyğəmbər Uhud dağında müəyyən yerlər, Əmirul Mümininlə müəyyən yerlər demişdi oxçulara, oxçular o yerləri tutmuşdular və Məkkə müşriklərinə qarşı vuruşduqda qalib gəldilər. Bunlar öz yerlərini tərk etdikdə getdilər və amma Peyğəmbərin dediyini əməl etmədilər. Tez öz yerini tərk edib nəyin üstündə başladılar yerini tərk etməyə? Qənimət üçün, dünya malına görə Peyğəmbərin tapşırığını, hansı ki Quran buyurur ki, Peyğəmbərə itaət etmək vacibdir. Həmən müsəlmanlar Peyğəmbərin verdiyin sözə əməl etmədilər, belə deyək, ona itaət eləmədilər. Onlar getdilər qənimət bölgüsü aparmağa, Məkkə müşrikləri gördülər ki, həmən o postlar ki var, onlar boşdular və qayıtdılar, müsəlmanlara qalib gəldilər və müsəlmanlardan bir neçəsini o döyüşdə şəhid elədilər, qalan müsəlman da qaçdı. Peyğəmbəri bir neçə nəfərlə meydanda saxladılar, döyüşdən qaçdı. Baxın, hətta onların, yəni elə o dövrün Peyğəmbərin yanında olanlar səhabələr idi, da başqası deyildi. Səhabələr, belə deyək, Peyğəmbərin yanında olanlar, hansı ki bugün deyirlər, ha, səhabələr, Peyğəmbərin yanında olanların yeri cənnətdir. Həmən o dediyi cənnət əhliləri Peyğəmbəri o döyüşdə tək qoyub qaçdılar. Hansı ki, Peyğəmbəri tək qoymaqla Peyğəmbərin ölümünə səbəb ola bilərdilər. Odur, səhabə məsələlərində insanlar diqqətli olmalıdırlar. Yəni, baxmaq lazımdır Peyğəmbərin sadiq olanlar kimlərdir? Peyğəmbər, mən bu haqda danışmışam, məsciddə bu mövzuya toxunmaq istəmirəm. Həzrəti Peyğəmbər Əkrəm tək qaldı, bir neçə nəfər onun yanında qaldı və sonradan ki, artıq müsəlmanlar geriyə çəkildilər, gördülər ki, şəhid vermişik və artıq
qalib gəldiyimiz döyüşü əldən verib məğlub olduq, çəkildilər geriyə. Nəticə etibarı ilə, amma o insanlar ki, Peyğəmbəri qoyub qaçdılar, onlar gəldilər Peyğəmbərin yanına, üzrxahlıq elədilər. Peyğəmbər Əkrəm indi bizim kimi bir insan olsa, adamı yarı yolda qoyan adama nə deyəcəklər? Deyərsən ki, vəfasız, etibarsız adamdır. Bunu deyərik də, buna gücümüz çatır. Amma Peyğəmbər bilirdi bu insanlar etibarsız insanlardır. Amma onu dilə gətirmədi. Həzrət Peyğəmbər onlarla mülayim danışdı, sərt danışmadı. Tənqid etmədi, niyə məni meydanda qoydunuz və ya niyə mənim tapşırıqlarımı yerində icra eləmədiniz? Qalib gəldiyimiz döyüşdə məğlub olub, şəhid verib geri çəkildik. Yəni, bu tənəni, bu töhməti Peyğəmbər Əkrəm onlara vurmadığı üçün Allah Teala Peyğəmbərin bu hərəkətini bəyəndi. Dedi ki, sən onlarla sərt davranmadın. Allahın mərhəməti səbəb oldu. Yəni, öz belə deyək, mərhəmətli oldun, mərhəmət nümayiş elədin, həmən insanlara qarşı çobud və sərt olmadın, onlarla mülayim davranın. Xüsusən möminlər, Allah şeytana lənət eləsin. Mən bu mövzunu yazanda doğrudan özüm üçün də böyük bir örnək, hətta indi adam yazı yazanda bəzən çox şey düşünür, fikirləşir, müxtəlif fikirlər adamın yadına düşür. Bəzi şeylər var idi, adam o nöqsanı özündə görür və onu yazmağa utanır. Nəyə görə? Quran deyir ki, eləmədiyi şeyləri niyə deyirsiniz? Quran ayəsi. O da adam deyir, yəni mən o şey yazsam, axı mən onu eləməmişəm. Amma istiğfar edirsən, ilahi və Rəbbi, eləməmişəm. Bundan sonra o mənfi halı, xüsusiyyəti mənim qəlbimdən çıxart. Qoy, mən də öz Peyğəmbər ki, mənim üçün sən Peyğəmbəri ülgü gətirmirsən, mən onu özüm üçün ülgü götürərək, gücüm çatdığı qədər o mənfi halı özümdən uzaq edim. O da möminlər də bu danışdığım şeyləri, yəni Allah eləməmiş, özündə bu xüsusiyyəti görəndə, yəni o mənfi halı özündən uzaq etmələri zəruri məsələlərdən. İnsanlara qarşı mülayim davrananda, xüsusən günahkarlara qarşı, indi möminlərlə elə görürsünüz, Peyğəmbərin də Uhud döyüşündə günahkarlara qarşı mülayim davranmağı, onların Peyğəmbərin ətrafında yığılışmağına səbəb oldu ki, və Allah da Peyğəmbərin bu işə görə bəyəndi. Sonra o insanların bağışlanması üçün deyir, onlar üçün, mənim üçün bağışlanmaq istə, məndən bağışlanmaq istə. Odur, fərqi yoxdur, mömin ola, müsəlman ola, kafir ola. Yəni, və ya mömin ola, günahkar ola. İnsanlarla hər bir halda gərək insan mülayim davrana, çobud olmaya. Xüsusən mömin çobud olduqda, yəni acı dil olduqda, hər kəsi acılayanda, görürsünüz, hamı onun ətrafından qaçır. Hamı deyir ki, sən Allah bir dənə onu danışdırma, danışan kimi dilindən, ağzından zəhər tökülür. Odur, insan gərək bu məsələdə diqqətli ola. Bir gün bir bədəvi ərəb, heç İslamı qəbul etməyən bir ərəb, Peyğəmbər məsciddə oturduqda gəldi, girdi. Əlbəttə, məqsədi bəlkə də var idi. Peyğəmbərə qarşı ehtiramsızlıq edən və ya Peyğəmbəri qəzəbləndirə və ya indi düşüncəsi o idi, onunla işimiz yox idi. Məscidə girib və məscidə qarşı ehtiramsızlıq elədi. Hətta tarixdə bu cür yazılıb ki, bövül, üzr istəyirəm, sidi etdi məscidin bir kənarına və səhabələr bu halı gördükdə hamı durdu ayağa Peyğəmbərin huzuruna. Dedi ki, biz onu başa salarıq. Ya indi söz edərdilər, onu ya güclə məsciddən belə deyək, qovub çıxardacaqdılar, hörmətsizlik, kobudluq edəcəkdilər ona. Həzrət Peyğəmbər Əkrəm, görün necə mərhəmət sahibidir, bir dinsizi, bir qeyri-müsəlmanı, hansı ki, bəzən elə mən danışanda o görürük,
belə bizim məsciddə də olur, adamın məzhəbinə dil uzadan insanlara qarşı elə bu mövzu deyərdim ki, hamımız üçün örnek olsun. Görürsünüz, adamla belə agresiya ilə hərəkət edir, elə formada davranır, istəyir, məcbur edir ki, sən ona qarşı bir ya əl qaldırasan, ya bir söz deyəsən, yəni onun üçün zəmin və şərait yaradır. O da mömin gərək diqqətli ola. Həzrəti Peyğəmbər Əkrəm sahabələr ki, dedi, sən bizim Peyğəmbərimizin qarşı ehtiramsızlıq və məscidə ibadət etdiyimiz Allah evinə qarşı ehtiramsızlıq edirsən, hansı ki, əgər bir nəcis məscidə tökülsə, hər bir müsəlmana vacibdir ki, o nəcisi aradan aparsın. Vacibdir, daha gözləsin, nə bilim, axşam namazı olar, gələrəm, onu eləyərəm. Yox, şəriət deyir ki, elə həmən an onu aradan aparmaq lazım. Bəli, səhabələr də o cür qəzəbləndi, gəldilər, istədilər ona qarşı kobudluq eləsinə. Həzrət Peyğəmbər Əkrəm sahabələr deyir, dəymin ona. Təmkinlə və onu başa saldı ki, indi öz dəyərləri haqqında, dinimizin dəyəridir, məsciddir, buna ehtiram olunmalıdır, bu mənim dinimdir, mənim əqidəm. Necə ki, bizim məsciddə görürsünüz, mənim möhrümə ilişən olur və ya başqa sözlər deyən olur, Əliyyən Vəliyyullaha söz uzadı. Olur da belə şeylər görürsünüz, bəzən bilərəkdən eləyirlər, bəzən bilməyərəkdən. Olur, bu cür şeylərdə Peyğəmbərin bu hərəkətinə diqqət eləyib nəticə çıxartmalı, səbir nümayiş eləməliyik. Peyğəmbər Əkrəm onu təmkinlə başa saldı, amma o ağıllı adam idi, həmən şəxs. Gördü ki, Peyğəmbər onunla bu cür davrandı, dedi, ilahi və Rəbb, ey mənim Allahım, iman gətirdi Allaha. Dedi, ey mənim Allahım, ey Muhammedin Allahı, mənə və Muhammedə rəhm elə. Özü üçün və Peyğəmbər üçün dua elədi və İslamı qəbul elədi. Görürsünüz, Peyğəmbər bir kafirə, bir belə deyək, məscidə ehtiramsızlıq edən və ya Peyğəmbərin, müsəlmanların dəyərlərinə toxunan bir insan haqqında mülayim davrandığı üçün Həzrəti Peyğəmbər Əkrəm ona o ehtiramı etdiyi üçün İslamı qəbul elədi. Odur, Həzrəti Peyğəmbər digər bir hədisdə buyurur ki, bu xəbərdarlığı ciddi qəbul edin. Hansı xəbərdarlığı, ya Resulallah? Həzrət buyurur, əgər biz ətrafımızdakilərə qarşı kobudluqdan əl çəkməsək, səhabələrə dedi. Ki, insanlar ona qarşı, haqları da var idi o kobudluğu eləməyə, amma Peyğəmbər qoymadı. Dedi, biz ətrafımızda olan insan, orada qeyd eləmədi, mömin, müsəlman, nə bilim, və ya kafir, əqidəsindən, dinindən, bu hədisdə onu qeyd eləməyim. Söhbət ətrafında olun. Bir insanın ətrafında ateist də ola bilər, deist də ola bilər, müsəlman da ola bilər, münafiq də ola bilər, mömin də ola bilər, fərqi yoxdur. Hər belə deyək, sinifdə, əqidədə insan ola bilər. Həzrət buyurur, əgər biz ətrafımızdakilərə qarşı kobudluqdan əl çəkməsək, cəhənnəmdə özümüzə yer hazırlamış oluruq. Yer hazırlayırıq. Yəni, bir insana qarşı kobudluq cəhənnəmdə bir yer deməkdir. Hazırlamaq demək, yer hazırlamaqdır özümüz üçün. Deməli, insanlarla mülayim, yumuşaq davranmaq böyük bir xoşbəxtlikdir. Bunu deyim ki, bu işdə bizim Elvin cənnətə gedəcək. O çox təmkinli qardaş daha. Onu deyim sizə. Qur'an-ı Kərimdə Allah Teala Bəqərə surəsinin 83-cü ayəsində də buyurur ki, Qulu linnasi husnən, insanlara xitab edir ki, insanlarla yaxşı davranın. İndi hədisləri də qeyd elədim, bildiniz, amma hədislə kifayətlənmir. Allah Teala Qur'an-ı Kərimin Bəqərə surəsinin 83-cü ayəsində buyurur ki, Qulu linnasi husna, insanlarla gözəl davranın, gözəl danışın. O insanların içində valideyn də ola bilər, dost da ola bilər, düşmən də ola bilər. Yəni bütövlükdə Allah Teala demir,
möminlərlə, müsəlmanlarla yaxşı davranın, insanlarla yaxşı davranın. Yaxşı davrandıqda nəticə də yaxşı olur, ətrafda da insan toplaşa bilər və ya gözəl bir ab-hava bir yerdə, bir cəmiyyətdə görüldükdə ora insanlar gəlib rahatlıqla yaxınlaşa da bilərlər. Məscid, görürsünüz elə məscid var, insanlar ora getməyə çəkinirlər, getmirlər. Niyə? Orada ab-hava fərqlidir. O ab-hava bilirsiniz nədir? Məscidin havası elə eyni havadır da. O ab-hava insanların bir-birinə qarşı mülayim və təmkinli davranmağıdır. Elə yerlər var, çox sərt formada insanlar, xüsusən yenə də deyirəm, cavanlarla sərt tərzdə və ya bir qərib adam, kənardan bir gələn adam gəldikdə, indi Allah eləməmi səhv elədi, gəldi qaldı birinci sırada və ya ikinci sırada, hamı bunu aşağıdan yuxarıya ona bax, bu hardan gəldi, özünü atdı birinci sıraya, məsələn, bax, görürsünüz, bu cür şeylər məscidin ab-havasını pozur. Məsciddə belə sərt, kobud, qaba bir ab-hava yaratmış olur. Əmirul Möminin Həzrəti Əli əleyhissalam malikəcləri belə deyək, vali təyin etdikdə ona tapşırdığı işlərdən biri də bu idi ki, insanlara qarşı qəlbində mərhəmət, sevgi və lütf hissi yarat. Yəni sən öz davranışınla, danışığından insanların qəlbində bu hissləri, sevgi hissi, lütf hissi, mərhəmət hissi, bu hissi yaratmalısan. O hissləri pulla almaq olmur, mənim əzizlərim. O dərman deyil, gedib 5 manat verəsən, aptekdən ağrı kəsici alasan ki, halın yaxşı olsun. Və ya o hissi haram şeylərlə əldə etmək olmur. O hiss yalnız və yalnız insanların bir-birinə qarşı xoş davranmağı ilə əldə olur. Ailədə də o cürdür. Ailədə də görürsünüz, yaxşı ab-hava olduqda, yaxşı davrandıqda insanların bir-birinə qarşı mərhəməti olur. Kişinin xanıma, xanımın kişiyə qarşı, uşağın ataya, anaya qarşı. Görürsünüz, evdə görürsünüz, ata biraz sərt olanda, ana yumuşaq olanda, mərhəmət nümayiş eləyəndə övladlara qarşı, uşaqlar daha çox anaya meyilli olurlar. Və ya ana sərt olanda, ata mülayim olanda, uşaqlar anaların qoyub atalarına qarşı yumuşaq olurlar. Görürsünüz, niyə? Kim daha çox sevgi nümayiş edir, o insanın ətrafında istər uşaq ola, istər böyük ola. O da Əmirul Möminin buyurur ki, insanların qəlbində bu hissləri yaradın. Mərhəmət hissini yaradın. Onları yırtıcı heyvan kimi onlara yanaşmayın. Elə bayaq dediyim, kimə gəldi acıla, kimin başına gəldi qışqır, kimə adam var görürsünüz, ondan sonra necəsən? O yaxşıyam sözün adama elə tərzdə deyir, elə bir sən ona təhqir elədin, ya bir kobudluq elədin. Amma elə olmaq lazım deyil. Taha surəsinin ayələrinə baxsaq, Fironla olan, Həzrəti Musanın olan qissəsinə baxsaq, yəqin ki, oxumusunuz tarixi və ya Qur'ana müraciət edib Taha surəsinin əvvəllərinə baxsınız. Orada Firona qarşı və Allahın əmri Həzrəti Musa və onun qardaşının Firona tərəf getməsi haqqında indi Həzrəti Musa qorxurdu, çəkinirdi Firona qarşı, yəni ona qarşı getmək üçün. Amma Allah ona dedi ki, get. Allah dedi, mən hər şeyi görüb və bilirəm. Allah Teala Musa'ya dedi ki, qardaşınla və qula ləhu qavlən ləyyinən, onunla, onun huzuruna əvvəlki ayədə deyik, ged onunla görüşə, dedi ki, və qula ləhu qavlən ləyyinən, onunla yumuşaq danışın. Baxın, Firon Allahlıq iddiasını edirdi. Amma Allah, hansı ki o Allahı qəbul eləmirdi, deyirdi ki, mənəm Allah, yaradan da, öldürən də, istəsən birini yaşadaram, istəsən birini öldürərəm, ruzi verməkdir, birinin yeməyin verə bilərəm, ruzi kəsməkdir, birinin ruzisini kəsə bilərəm və bu güc, bu qüdrət məndə var, mənəm Allah. Belə bir iddiada olan kafiri
Allah Teala Hazreti Musa'nı gönderdi. Dedi, get kardeşinle Harun'la get. Ondan yumuşaq danışın. Təsəvvür edin, hala müminlə demirəm, kafirlə, müşriklə, Allahı qəbul etməyən insanla yumuşaq danışın. لَعَلَّهُ يَتَذَكَّرُ اَوْ يَغْشَى Bəlkə xatırlasın və ya qorxsun. Yəni sənin o yumuşaq davranmağınla bəlkə Musa'nın qəlbində bir fərqli baxış, bir belə deyək, bir aramlıq yarandı. Əlbəttə Allah bilirdi Musa, Hazreti Musa'nı göndərsəydi Firon belə deyək, adam olan deyil, öz ibarəmizdən desək. Yəni düzələn deyil. Amma o başqa bir mövzudur ki, Allah öz höccətini tamamladı. Ondan işim yox. Bu mövzu tamam başqa mövzu. Hətta Məcməul Bəyan təfsirində Əllamə Təbərisi yəni o öz Məcməul Bəyan təfsirində, bu ayənin təfsirində və digər təfsirlərdə o cümlədən Allah ömür versin Ayətullah Uzman Məkarim Şirazi ağa, Allah fəqihlərimizi, alimlərimizi qorusun. Və o ağa da təfsir nümunənin, yəni o təfsirdə bu ayə haqqında danışdıqda, hətta deyir Allah Musa'ya bir sıra sözler dedi ki Firon'la biraz başka, yani yumuşak tərzdə danış, ona belə deyək, onun sevdiği ləqəblərlə, kuniyə ilə onu çağır. Məsələn, Əbul Vəlid, Əbu Murrə və ya Əbu Musəbb Fironun ləqəblərindən, kuniyələrindən idi. Yəni bu adı Firon daha çox sevirdi. Bu çağırışla onu çağıranda belə deyək. Adam var, görürsünüz, onu bir adla çağıranda ona ləzzət eləyir. Bir ləqəblə, yaxşı bir ləqəblə çağıranda ona ləzzət eləyir. Filan kəsin atası deyiləndə məsələn ona ləzzət eləyir ki, fəxr edir ki, mənim belə bir mərifətli, məsələn deyir ki, sənin belə bir mərifətli oğlum var, xoş halı var. Tərif deyəndə və ya qızım var, övladım var, nəvələrim var. Tərif deyəndə insanda bir rahatlıq, bir aramlıq yaranır ki, ağıllı adam tez Allah'a şükür edir ki, ilahi, nə yaxşı ki bunu mənə vermisən, mən bununla sevinə bilirəm. Təkəbbürlükdən söhbət getmir, amma Firon təkəbbürlənirdi. Bu adlarla ləzzət elirdi ona. Allah Musa'ya dedi, get onu o adlarla ki, onu çağırırlar, ona ləzzət elir. Sən də o adla çağır, bəlkə yumuşaldı. Hətta qeyd olunur ki, ona Həzrət Musa dedi ki, sən heç vaxt qocalmayacaqsan. Görə bir cahilin, bir kafirini başladı onu tərif eləməyə ki, bəlkə adam oldu, yumuşaldı, dinə gəldi, Allah'a qəbul elədi. Dedi, sən qocalmayacaqsan. Sən yeməklərin ən ləzzətlisi necə yiyirsən, ləzzət qalır sənin ağzında. O cavan vaxtda insan yeməyi yiyəndə ləzzətlə yiyə bilir, qocalanda insan necə yiyir? Diş olmur, belə deyək, həmən o yediyi yeməyi, məsələn, əti çeyniyə bilmir. O yeməkdən ləzzət ala bilmir də insan qocalanda. Amma başladı o Həzrət Musa Firona belə tərif vermə, dedi, sən elə belə də qalacaqsan. Qocalmayacaqsan. Bir növ, burada bir hikmət var idi ki, bilirdi ki, Firon bir müddətdən sonra qərq olunub, onsa qocalmayacaq. Həzrət Musa yalan danışmadı ona. Yalan tərif dedi ki, yəni qocalmayacaq, elə müəyyən müddətdən sonra cavan gedib cəhənnəmə basır. Ona elə demədi, ona xəbəri verəndə biraz başqa cürə verdi ki, bəlkə düzələ. Dedi ki, sən elə bu cür güc sahibi olacaqsan, sən elə bu cür, belə deyək, güclü olacaqsan və cavan qalacaqsan və sonda cənnətə girməyə şərait sənin üçün yarana bilər, əgər bu yola gəlsən, Allah'a qəbul eləsin. Görürsünüz, mənim əzizlərim, insan hətta kafirlərlə də, qeyri-müsəlmən demirəm, öz dəyərlərimizi onların ayaqlarının altına verir, xeyr. Amma danışıq tərzi çox şey həll edir, çox şeyi, belə deyək, yoluna qoyur. Odur, çalışağın, hələ birinci özümə tövsiyə edirəm, insanlarla yumuşaq danışaq. İmam Sadiq əleyhissalatu vesselam bir gün
Bazara getdi, gördü ki bir cavandır. Hər şey satır. Amma insanlar elə bu bir şeye yaxınlaşan kimi acı danışır ondan. O bizdə olur. Görürsünüz, acı adam ticarətçidir. Al verim ged. Niyə? Gedir bu neçədir? İndi birine baxdı, ikincisine baxanda qışqırır on baxır. Alan değilsən, sən Allah uzaq ol yine. Alırsan al, almırsan alma. Həzrəti İmam Sadiq Aleyhisselam gördü bu cavan da elə cemaatla davranır. İmam Sadiqə səhabələr şikayət elədi, dedi bu cavanı necə başa salaq? Çox kobud davranır, çox şey satır. İnsanların buna tələbatı var, ehtiyacı var. Amma bununla davrana bilmirlər, bundan bir şey əldə eləyə bilmirlər. İmam yaxınlaşdı ona və imama qarşı da ilk belə deyək, sərt davrandı. Amma imam dedi, istəyəsən ticarətin getsin, yaxşı al-verin getsin, insanlar sənin ətrafında yığılışsın. Dedi, bəli, istəyərəm. Bu zaman yumuşaldı. Dedi, insanlarla yaxşı danış, yumuşaq danış, yaxşı davran. İmam götürdü ondan bir sıra ticarətlər elədi, bir neçə, hətta ona artıq da o verdiyindən verdi. Və insanlar gördülər ki, imam ondan bir şey alır. Bu şəxs də ki, imamın ona sözü vardı, insanlarla yumuşaq davran. Həmən şəxs də insanlar gördülər ki, bəli, bununla biz bu ticarəti edirik, yumuşaq da davranırıq. Yumuşaq da hərəkət eləyir. Və onunla da həmən şəxs öz pis xislətini uzaq etdi. Odur, hər bir sahədə, xüsusən sahənin bir sahibi, sənətin sahibi, həkim ola, müəllim ola, ticarətçi ola, ruhani ola, fərqi yoxdur. İnsanlarla iş başında olan rəhbər ola, insanlarla gərək yumuşaq davranmağı bacaraq. Allah yan verə öz izzət cəlalına, Allah Taala bizləri həlim olan insanlardan qərar versin. Allah bizləri